UEFA Konferans Liqasında Neftçinin rəqibi Belarusun ən birinci futbol komandası Dinamo Minsk oldu. Bəs Dinamo Minsk necə komandadır? Hansı sistemlə oynayır? Ən təhlükəli futbolçuları kimlərdir? Və Neftçi bu iki oyunda nələrə diqqət etməlidir? 7 əsas başlıqda Dinamo Minsk komandasını analiz edəcəyik. Dinamo Minsk Belarus futbolunun ən köklü klublarından biridir. Klub 1927-ci ildə yaradılıb və SSR dövründə ən böyük uğurunu 1982-ci ildə SSR çempionu olmaqla qazanıb. Belarus müstəqilliyi qazandıqdan sonra isə ölkənin ən titullu komandalarından biri olaraq dəfələrlə çempionluqlar və kubok qazanıb. Neftçi ilə rəqabətin tarixi də kifayət qədər qədimdir. SSR çempionatında komandalar bir-birinə qarşı dəfələrlə oynayıb və həmin dövrdə bu qarşılaşmalar Qafqaz futbolu ilə Şərqi Avropa futbol məktəbinin maraqlı duelinə çevrilirdi. Avropada Dinamo Minsk son illərdə stabil iştirakçı olsa da, daim qrup və ya liqa mərhələsinə yüksələ bilən komanda deyil. 2024-2025 mövsümündə Konferans Liqasının liqa mərhələsində çıxış etsə də, daha güclü rəqiblərə qarşı çətinlik yaşadı. Komandanın baş məşqçisi Aleksandr Şagoykadır. Belaruslu mütəxəssis bu ilin yanvar ayının 3-də vəzifəyə təyin olunub. Komandanın sükanı arxasında keçirdiyi 22 oyunda 2,18 xal ortalaması əldə edib ki, bu da kifayət qədər yüksək göstərici sayılır. Əsas düzülüş 4-2-3-1 olsa da, son oyunlarda, xüsusilə Silex ilə hər iki qarşılaşmada 4-3-3 taktiki düzülüşü ilə meydana çıxıblar. Lakin bu statik 4-3-3 deyil. Hücuma çıxarkən cinah müdafiəçilərinin irəli getməsi ilə sistem 2-3-5 formatını alır. Topsuz qaldıqda isə 4-1-4-1 və ya 4-5-1 blokuna çevrilir. Bu çevik struktur onların bu mövsüm həm Belarus çempionatının son turlarında, həm də Silex ilə hər iki oyunda ən çox istifadə etdikləri oyun modelidir. Komanda yüksək pressingi bütün oyun boyu etmir. Daha çox müəyyən epizodlarda ön xəttə təzyiq göstərir, sonra orta bloka çəkilir. Ən diqqət çəkən məqam isə budur ki, topa sahib olma faizi yüksək olsa belə, çox sayda real qol epizoduna çevirə bilmir. Silexə qarşı 180 dəqiqədə bunu aydın görmək mümkün idi. Belarus futbol məktəbinə uyğun olaraq hava mübarizələrində və ikili mübarizələrdə çox güclüdülər. Kün zərbələri və cərimə zərbələri onların əsas silahlarından biridir. Uzunboylu futbolçular hesabına təhlükə yaradırlar. Əgər hesab onların xeyrinədirsə, oyunun sürətini aşağı salmağı və rəqibi səbirsizləşdirməyi bacarırlar. Silexə ilk oyunda uduzduqdan sonra panikaya düşmədilər. Cavab oyununda səbirli oynayıb penaltilərdə mərhələni keçdilər. Bu da komandanın psixoloji cəhətdən dözümlü olduğunu göstərir. Hücumları əsasən uzun ötürmələrlə qururlar. Müdafiədən qısa ötürmə ilə çıxanda ciddi səhvlərə yol verə bilirlər. Bu epizodlar bir neçə dəqiqə aralıqla Silex ilə ilk oyunda yaşananlardır. Yüksək pressinq onları səhvə məcbur edə bilir. Sürətli və texnikalı cinah oyunçularına qarşı müdafiə xətti bəzən geri qayıtmağa gecikir. Bu Silexin Minskin qapısına yol tapmasına səbəb olan penalti epizodunun başlanğıcıdır. Öncə top itkisi, daha sonra sürətli əks hücum zamanı cinah müdafiəçisinin gecikməyi, sonra əks cinahdan edilən ötürmə zamanı rəqibin cəmi bir futbolçusu cərimə meydançasında olsa da topun düzgün uzaqlaşdırılmaması və ardından qayda pozuntusu və penalti. UEFA-nın tətbiq etdiyi sanksiyalar səbəbindən Belarus klubları beynəlxalq oyunlarını ölkə xaricində keçirirlər. Silex ilə ev sahibi olduqları oyunu da Bolqarıstanda Azarkeşi stadionunda keçirdilər. Neftçi ilə cavab qarşılaşması da iyulun 30-da Stara Zagora şəhərindəki Bereo stadionunda keçiriləcək. Bu səbəbdən Dinamo Minsk Azarkeş üstünlüyündən istifadə edə bilməyəcək. Hücumun hər iki cinahında oynaya bilən Qulzigit Alikulov komandanın ən yaradıcı futbolçularındandır. Topu daşımağı, təkbətək vəziyyət yaratmağı və cinahdan içəri daxil olmağı sevir. Bu mövsüm Belarus liqasında bütün oyunlarda meydana çıxan qırğız futbolçu 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Roman Begunov təcrübəli müdafiəçidir. Müdafiə xəttinin liderlərindəndir və standart vəziyyətlərdə də təhlükəlidir. Yevgeni Malaşeviç Silex ilə cavab oyununda erkən qol vuraraq komandanın hücum xəttində nə qədər vacib olduğunu göstərdi. Cərimə meydançasında boşluq tapmaq bacarığı ilə seçilir. Bu mövsüm 6 qolla komandanın ən məhsuldar futbolçusudur. Aleksandr Selvaya mərkəzdə oyunun tempini müəyyənləşdirən futbolçudur. Hücumların qurulmasında mühüm rol oynayır. Artyom Sokolovski 19 yaşlı mərkəz yarım müdafiəçisi ehtiyac olduqda hücuma meyilli yarım müdafiəçi və ya sağ cinahda da oynaya bilir. Silex ilə ilk oyunda tez-tez mərkəzdən sağ cinah istiqamətində uzun ötürmələrlə hücumun istiqamətini dəyişirdi. Bu mövsüm komandanın 4 qolunun müəllifidir. Bir digər 4 qol vuran futbolçu isə erməni əsirli Belarus millisinin üzvü, mərkəz hücumçusu Vardanyandır. Cərimə meydançasında çox aktivdir. Daim son müdafiəçi ilə eyni xəttdə oynayaraq arxaya qaçışlar edir. Hava toplarında təhlükəlidir. Topu ayağında uzun müddət saxlayan hücumçu deyil.
müdafiəçiləri məşğul saxlayaraq cinah oyunçularına boşluq yaradır. Neftçi bu rəqibə qarşı topa sahib olmağa çalışmaqdan çox oyunun tempini düzgün idarə etməlidir. Ən vacib məqam yüksək presinqdir. Dinamo Minsk müdafiədən rahat çıxmağa başlayarsa, oyuna tam nəzarəti ələ ala bilər. Cinahlardan sürətli hücumlar əsas silah olmalıdır. Çünki Dinamo Minsk cinah müdafiəçilərini çox irəli çıxardır. Top qazanılan kimi mümkün qədər tez hücuma keçmək lazımdır. Standart vəziyyətlərdə maksimum diqqət lazımdır. Hava toplarında üstünlük əsasən Belarus təmsilçilərində olacaq. Əgər Neftçi ilk qolu vursa, Dinamo Minsk oyunu açmağa məcbur qalacaq və bu zaman arxada daha çox boşluq yaranacaq. Bu cütlükdə açıq favorit yoxdur. Dinamo Minsk daha oturmuş sistemə, birlikdə uzun müddət oynayan heyətə və fiziki üstünlüyə malikdir. Belarus çempionatının davam etməsi səbəbindən oyun ritmi də onların xeyrinədir. Neftçinin üstünlüyü isə fərdi keyfiyyət, sürətli hücum potensialı və tempo artırmaq bacarığı ola bilər. Silex ilə 2 oyun göstərdi ki, Dinamo Minsk məğlub edilməz komanda deyil. Onlar topa nəzarət edə bilər, lakin rəqibi asanlıqla boğa bilmirlər. Hücumda məhsuldarlıq problemi yaşayırlar və müdafiə arxasına atılan sürətli toplara qarşı həssasdırlar. Bu səbəbdən Neftçi intizamlı müdafiə, düzgün presinq və sürətli keçid oyunu nümayiş etdirərsə, mərhələni keçmək üçün real şansa sahib olacaq.